edilmiş elektrostatik sahəyə göstərilən istiqamətdə daxil olan mənfi yüklü zərrəcik həmin istiqamətdə necə hərəkət eləyəcək? Baxın, qeyri-biçin sahədir. Bilirik ki, intensivlik də müsbətdən mənfiyə doğru yönəlir. Bu mənfi yük də qeyri-biçin sahəyə daxil olur. Baxın, mənfidir, müsbətə doğru getdiyinə görə necə hərəkət eləyəcək? Yeyinləşəcək. Və qüvvə xətləri sıxlaşdıqca təcil nə olur? Artır. Deməli, nə olacaq? Artan təcillə yeyinləşəcək. Cavab olur A variantı. Hansı mülahizələr düzgündür? Deməli, bircə elektrik sahəsindən müsbət yükün bir nöqtəsindən 2 nöqtəsinə yer dəyişməsi zamanı, baxın, intensivlik xətləri çəkdik. Müsbətdən mənfiyə doğru yönəldi. Deməli, müsbət yük, məsələn, burada bir nöqtəsindən 2 nöqtəsinə doğru hərəkət eləyirsə, necə iş görəcək? Müsbət iş görəcək. Çünki yeyinləşən hərəkət eləyəcək. Yeyinləşən hərəkətdə də təsir edən qüvvə V ilə, yəni sürətlə eyni istiqamətdə yönəlir. Ona görə də müsbət iş görəcək. Sonra və necə hərəkət eləyir cisim? Müsbətdə mənfiyə getdiyinə görə yeyinləşir. Yeyinləşirsə kinetik enerji artır. Kinetik enerji artdığına görə potensial enerji də azalır. Cavab C variantı. A nöqtəsində kübür yükünün yaratdığı elektrik sahəsinin intensivliyi modulu Y olarsa, hər iki yükün həmin nöqtədə yaratdığı sahənin yekun intensivliyi. Baxın, A nöqtəsində, bax bu, kübür yükünün yaratdığı intensivlik. Gəlin yazaq, Y1 nəyə bərabərdir? K, 2 bölünsün R kvadrat. 3R kvadratı olacaq 9R'in kvadrat. Bunu mənə Y kimi verib. Düzdürmü? İndi baxaq. Sonra nə deyir? Hər iki yükün. Deməli, biz bilirik ki, qüvvə xətləri müsbət yükdə özündən çıxır. Deməli, Q2 yükündə də nə olacaq? Özündən çıxacaq. Onda gəlin, Q2 yükünün intensivliyini tapaq. Olacaq K2 bölünsün R'in kvadratı. Düzdürmü? Deməli, K2 bölünsün 9R kvadratını Y veribsə, onda K2 bölü R kvadratı mənə nəyi verəcək? 9Y'ni verəcək. Onda mən yekun intensivliyi tapanda böyükdən kiçiyi çıxmalıyam. Yəni 9Y'dən çıxacam Y-ni, bu da mənə nəyi verəcək? 8Y'ni verəcək. Cavab olacaq deyil. Bir də ki, onun yadda saxlayın ki, intensivlik məsafənin kvadratı ilə tərs asılıdır. Düzdürmü? Baxın. Q2 yükünün A nöqtəsinin ora məsafəsi daha az olduğuna görə onun intensivliyi daha böyük oldu. Ona görə də yekunda Y2-dən Y1-i çıxmış olduq. Bir cins elektrik sahəsinə daxil olan müsbət yüklü zərrəcik necə hərəkət edir? Bir cins sahədə bərabər təcillə hərəkət edir. Ona görə də bax, bura müsbət, bura mənfi, düzdürmü? İntensivlik müsbətdə mənfiyə doğru yönəlir. Müsbət də mənfiyə doğru getdiyinə görə yeyinləşəcək, amma bərabər təcillə, yəni bərabər yeyinləşəcək. Ancaq qeyri-bir cins sahədədir də bu artan, azalan təcil söhbəti. Metal parçasının yükü mənfi 3,2 mənfi 16 kulondur. Artıq elektronların sayı Q nəyə bərabərdir? N, Y-yə. Burada N artıq itirilmiş və ya qazanmış elektronlar sayı, yəni artıq elektronlar sayı. 3,2, onun üstündə mənfi 16, Y də 1,6, onun üstündə mənfi 19. İxtisar getdi 2, mənfi 19-da yuxarı müsbətlə qalxdı. Deməli, olacaq 2000. 2000 dənə artıq elektron var. Nöqtəvi, 6-ya baxaq. B nöqtəsinə mənfi 2 yükü gətirilərsə, A nöqtəsində elektrik sahəsinin yekun intensivliyi necə olacaq? Baxın, müsbət yükün intensivliyi özündən çıxır. Mən bu B-yə bir dənə necə yük gətirdim? Mənfi yükü gətirsəm, mənfi 2 yükü gətirsəm, onun da intensivliyi nə olacaq? Özünə daxil olacaq. Onda mənim yekun intensivliyim nə olacaq? Bu ikisinin cəmi. Yəni, birinciyə Y1 desək, ikinciyə Y2 desək, onda əvvəl birinci halda intensivliyim Y1 idisə, mənfi 2 yükü gətirəndən sonra yekun intensivliyim Y1 plus Y2 olacaq. Yəni, modulu artacaq. İstiqamət olaraq yenə sağ olacaq. Yəni, istiqamət dəyişməyəcək. Cavab dəyişmir daha doğrusu 1 və 3. Baxaq 7-yə. Nöqtəvi mənfi 2 sıfır yükünün sahəsində mənfi 2 yükü qapalı 1, 2, 3, 4, 5, 1 kontur üzrə hərəkət edir. Deməli, sahənin gördüyü iş. Baxın, 5, 1, 2, 3. Burada iş görülməyəcək. Gəlin, avtomatik onları qeyd edək. Yəni, 5, 1, 3, 2. Görək, haradadır o? B-də, bir də Y-də. Aha. İndi bax, mənfi 2 sıfır yükünün yaratdığı sahədə mənfi 2 yükü hərəkət edir. Bir nöqtəsindən 2 nöqtəsinə doğru
hərəkət edən zaman onun gördüyü iş necə olacaq? Müsbət olacaq. Düzdürmü? Aha. 3-dən 4-ə, 4-dən 5-ə gedəndə isə olacaq nə? Mənfi. C də, D də getdi bura. Aha. Mənfidən uzaqlaşdığına görə 1-2-də yeniləşəcək və gördüyü işdə müsbət olacaq. 3, 4, 4, 5-də isə özünə doğru gəlir deyə onun da yavaş hərəkət edəcək və görülən iş mənfi olacaq. İndi baxaq. Deyir, yükü mənfi 32 nanokulon olan və kütləsi 8 mg olan yağ damcısı 200 volt gərginlikli mənbəyə qoşulmuş kondensator lövhələri arasında tarazlıqdadır. Deyir, lövhələri yaxınlaşırsaq yağ damcısı necə hərəkət edəcək? Bax, aşağıya doğru bu yağ damcısının mg ağırlığı var. Bir də yuxarıya doğru tarazlıqda olduğuna görə kulon qüvvəsi təsir edir. QY. Düzdürmü? Y də nəyə bərabərdir? U bölünsün D-yə. Deyir, yaxınlaşdırsaq, aralarındakı məsafəni azaltsaq, intensivlik artacaq. Ona görə də nə olacaq? Əvəzləyici qüvvə yuxarı doğru yönələcək və sizin də yuxarıya doğru hərəkət edəcək. Yuxarıya. Damcı tarazlıqda olduğu halda lövhələr arasındakı məsafəni tapın. Baxın, tarazlıqdadır, çünki mg ağırlıq qüvvəsi kulon qüvvəsini tarazlaşdırır. Onda belə yazarıq. mg bərabərdir QY-yə. Y-nin də yerinə yazarıq, U bölünsün D. Buradan D-ni tapsaq nəyə bərabər olacaq? QU bölünsün mg-yə. Yəni, verilənləri qoyaq, yerinə tapaq. Qümüz nə qədərdir? 32 nanokulon, onun üstü mənfi 9, U 200-dür. M-imiz 8 mg-dır, kiloqrama çevirəndə onun üstü mənfi 6-ya vururuq. J-də 10-dur. İndi gəlin baxaq. Bax, sıfırlar getdi. 8 ilə 32 getdi, burada qaldı 4. Onu da 20-yə vuranda olacaq 80. Onun üstü mənfi 6-da yuxarı müsbətlə qalxacaq. Olacaq 10 üstündə mənfi 3. Bunu da 8 vur, 10 üstü mənfi 2 kimi yazsaq. Bu da nəyə bərabər olur? 8 santimetrə bərabər olur. Deməli, damcı tarazlıqda olduqda lövhələr arasında məsafə 8 santimetr olur. Bərabərdir N-Y-yə. Buradan N-i tapsaq, 2 bölünsün Y. 2 32 nanokulon, yəni onun üstündə mənfi 9-dur. Y də 1,6, onun üstündə mənfi 19-dur. Bax, 32 ilə 1,6 getdi, burada qaldı 20. Vurulsun. Mənfi 19-da yuxarı müsbətlə qalxacaq, olacaq 10. Yəni 20 vur 10 üstü 10, bunda 2 vur 10 üstündə 11 kimi yaza bilərik.